Bugün qonağımız var. Salam dinləyicilərimiz, sabahınız xeyir olsun. Siz Xəzər FM-i dinləyirsiniz, mənim adım Teymurdur, Əhəd buradadır və bugün daha bir nəfər studiyamızda var, qonağımızdır. Level Construction şirkətinin satış direktoru Mürsəl Məmmədov. Xoş gəlmişsiniz Mürsəl bəy. Xoş gördük, hər vaxtınız xeyir olsun. Hər kəs salamlayıram buradan. Dinləyicilərimiz, xatırladım ki, bir tikinti layihəsi ilə bu yaxınlarda tanış oldum. Level Tower adlanır, Level Construction onu inşa edir. Sözün açığı birinci növbədə yeri diqqətimi cəlb elədi. Sonra başladım detalları ilə maraqlanmağa. Düşünürəm ki, bu sizə də maraqlı olacaq. Söhbət Mikayıl Müşfiq küçəsində tikilən bir yeni binadan gedir. Yenicə başlayıb onun tikintisi, inşası. Özüm çox danışmayayım. Qoy elə Mürsəl bəy məlumat versin. Layihə haqqında bir məlumat verin, ilkin məlumat, sonra suallarım olacaq. Əla. Deməli, bizim yerləşməmiz ən əsas olaraq möhtəşəmdir və çox tələbatlı bir yerdədir. Mikayıl Müşfiq küçəsi ilə İsmail bəy Qurtqaşınlı küçəsinin kəsişməsində yerləşir. Yarım hektardan artıq ərazidə 14 mərtəbəli binadır və cəmisi 60 mənzili olan klub evi konsepsiyasında ultra premium bir layihədir. Üstünlüklərimiz ondan ibarətdir ki, qeyri-yaşayış bizdə mall şəklində istifadəyə veriləcək, hansı ki, coffee shoplar, brend mağazalar və restoranlar fəaliyyət göstərəcək. Girişlərimiz otel tiplidir. Girişdə bizi qarşılayır resepsiyon. Təsəvvür edin ki, şəxsi sürücülərin gözləmə otağına qədər hər bir şey mövcuddur. Burada fitness klub, pilates, yoga zalları, kuryerlərin qəbul otaqları, uşaq baxım zalları, hansı ki, övladlarınız burada yeni tanışlıqlar və siz rahatçılıqla övladlarınızı bura əmanət edə bilərsiniz. Və ən əsası da odur ki, qapalı olaraq bütün bu xidmətlər bizim sakinlərimiz üçün olacaq. Heç bir halda kənardan müştəri qəbulu olunmayacaq. Müştəri demişkən, Mürsəl bəy, layihə hansı müştəri kütləsi üçün nəzərdə tutulur ümumiyyətlə? Əsasən bizim layihəmiz hansı ki, komforta, prestijli həyata, seçilmiş və harmonik olaraq icma mühitini seçmək istəyənlər insanlar üçün nəzərdə tutulub. Burada bir məsələ var. Bu layihə yenicə başlayır inşası və heç kimə sir deyil ki, bir çox adam bir layihə yeni başlayanda fərqi yoxdur. Bu tək inşaatda deyil, bir çox məsələlərdə elədir. Deyir ki, gözlə hələ bir baxaq, bir nə gözlə, görək nə olacaq, sonra alarıq da. Niyə indi tələssin? Yəni, gözləməsin 3 ay, məsələn 5 ay ki, bir baxım nə olacaq? Çox gözəl sualdır, mən sizə bir şey deyim. Həmin o gözləyən insanlar böyük bir itki ilə qarşılaşırlar. Bunun səbəbi nədədir? Çünki tikintinin hər mərhələsinin öz qiyməti var. Təbii ki, ilkin mərhələdə, katlavan mərhələsində mənzil seçmək istəyən insanlar avtomatik olaraq daha geniş seçimə malik olurlar. Və təbii ki, ilkin qiymətlərdən istifadə edərək daha, belə deyək də, əlçatan qiymətlərlə mənzillərə sahib ola bilirlər. Daş üstə gəldikcə manat üstə gəlir. Bəli, çünki belə deyək, iqtisadiyyat bir yerdə dayanmır. Hər keçən gün bütün materialların qiyməti dəyişir və bu səbəbdən həm mərhələ olaraq, həm dediyimiz səbəbləri nəzərə alaraq qiymətlər qalxmağa məcburdur. Daşı daş üstə demişkən, ümumiyyətlə tikinti təcrübəsi var, ümumiyyətlə hansı layihələriniz var? Təbii ki. Çünki bir çox hallarda əslində o gözləyən adamlar da həm də ona görə gözləyir ki, məsələn, əgər bu təcrübəsi şirkətdirsə, düşünür ki, bir dəqiqə bu başlayıb, hələ bir baxaq neyniyəcək. Mənə elə gəlir ki, bu halda əsas sualı olur ki, insanlar maraqlanır ki, bundan əvvəl etdikləri işlər nə olub? Bundan qabaq bizim təhvil verdiyimiz layihə Ağşəhərdə möhtəşəm bir layihələrdən biridir. Hansı ki, Breeze Tower adlanır, 20 mərtəbədən ibarətdir. Ağşəhərdə olan bizim vətəndaşlarımız, yəni çox məşhur bir binadır, hamı bu binanı tanıyır. Artıq biz həmin binanı çıxarışla da təmin etmişik. Mən bu bina haqqında oxuyanda, Level Tower haqqında oxuyanda, burada diqqətimi cəlb edən məqamlardan biri bu oldu ki, layihəni Türkiyənin məşhur SB Architects şirkəti verib. Bu nə deməkdir? Yəni, bunu niyə xüsusi vurğuluyursunuz? Bunun əhəmiyyəti nədən ibarətdir? SBI şirkəti əsas head ofisləri, yəni baş ofisləri yerləşir İstanbul şəhərində. Hansı ki, bu memarlıq bürosunun tərkibində 200-dən artıq memar və dizayn çalışır. Və ona görə bunların gördüyü bütün işlər qüsursuz və hər xırda detala qədər düşünülür. Təsəvvür edin ki, bizim layihəmizdə bütün daşıyıcı divarlar mərkəzdədir və bunun üstünlüyü nədən ibarətdir? Bunun üstünlüyü ondan ibarətdir ki, mənzillərin içində heç bir ana divar yoxdur və istədiyiniz mənzili istədiyiniz mənzillə birləşdirə bilirsiniz və yaxud da təbii ki,
tam itkisiz bizim bölgülərimizin olmağına baxmayaraq, bölgüləri istədiyiniz kimi dəyişə bilirsiniz, təbii ki, zövqünüzə uyğun olaraq. Yəni ki, mən belə başa düşdüm də, 3-cü mərtəbədən tutaq ki, ev alıramsa, oradakı bütün mənzilləri alıb, divarları açıb, rahat-rahat orada futbol Tam oynaya rahat bilərəm də. şəkildə. Tam rahat şəkildə sizin üçün orada stadion yarada Əsas bilərik. divarlar ortada. Bəli, mərkəzdə yerləşdiyinə görə bloklara düşür. Və ona görə mənzillərin içində, çünki alıcılar üçün ən əsas məqamlardan biri odur ki, mənzilimin içində ana divar olmasın ki, mən zövqümə uyğun Aça bilim. ara kəsmələri dəyişə bilim. Bir də burada bir məsələ var. Bir çoxları ara kəsməni açıb o iki qonşu mənzili həm də ona görə birləşdirir ki, sabah o qonşu evdə qaynanası ilə söhbət edəndə o onun səsini eşitməsin. Bu müasir binaların ən böyük dərdlərindən biridir. Bunun həlli üçün nəsə eləmisiniz? Əslində əgər biz ultra premium bir layihədən söhbət eləyiriksə, orada qaynanan olmur, təsəvvür elə. Siz nəinki qaynanana, yəni heç kimin səsini nə eşidə bilərsiniz, nə də onlar sizin səsinizi eşidə bilərlər. Əgər biz ultra premium layihədən söhbət eləyiriksə, burada tikinti standartlarında təbii ki, izolyasiya olmalıdır. Hidroizolyasiya və səssizlik izolyasiyası. Bunlar fərqli şeylərdir. Səssizlik tam siz dediyiniz kimi qaynananın qonşudan səsini eşitməmək üçün, hidroizolyasiya isə belə deyək sizə, qonşulardan gələn hər hansı bir sızıntının qarşısını almaq üçündür. Yəni bu iki izolyasiyanın hər ikisi Level Tower-da yüksək səviyyədə əməl olunur ki, bu problemlər gələcəkdə olmasın. Bu layihənin yerləşməsindən danışdıq ən başlayanda. Yerləşmə nöqtəsi həqiqətən də bir daha dinləyicilərimizə deyim, bura haradır? Baxın, Mikayıl Müşfiq küçəsi ilə düşürsüz, 20 nömrəli məktəbi keçdiniz, Parlament prospekti ilə kəsişməni keçdiniz üzü aşağıya, Nərimanov heykəlinə doğru. Nərimanov heykəlinə çatmamış, hansı ki o yoxuş var, Nərimanov tərəfdən gələn. Bəli, İşıqforda. Düz həmin İşıqforda sağ tərəfdə görürsünüz. Yəni ki, düz oradadır. Yəni konkret olaraq o mərkəzi parkın bir addımlığı 20 nömrəli məktəb. Teymur bəy, mən bir şey qeyd eləmək istəyirəm ki, yəni mən bu gün gələn bizim görüşlərimizdən, söhbətlərimizdən də hiss eləyirəm ki, insanlar bu ərazidə hər hansı bir tikintinin aparılmasını çoxdan arzuluyurdular. Və mən inanıram ki, bu gün bizim orada təhvil verəcəyimiz, inşa edəcəyimiz tikinti insanların arzularından da artıq bir tikinti olacaq. Doğrudan da möhtəşəm bir tikintidir. Siz özünüz də bunu şahidisiniz yəqin ki. Mən layihə ilə tanış olanda gördüm. Yeri gəlmişkən layihənin mən istəyirdim ayrı-ayrı detallarına toxunaq bir dənə, mənzillərin növlərinə. Çünki məsələn tutaq ki, deyirəm, biri var o çox diqqət cəlb eləyir. Ən axırıncı mərtəbə 270 kvadrat metr, fantastik bir şeydir. Sonunda hər bir tərəfə baxışı və bu mənzil təsəvvür eləyin ki, bir ailəyə qismət olacaq. Bir dənədir də, İkinci ailə yoxdur ki, həmin mənzildən o da sahib ola bilsin. Mən bu mənzilə şəhər mənzərəsində bağ abu-havası yaradan bir mənzil deyirəm. Çünki teraslı mənzildir, 3 baxışı var və siz bağ həyatında yaşaya bildiyiniz hər bir xoş günləri şəhər mənzərəsində məhz bu mənzildə yaşaya bilərsiniz. Neçə kvadrat dedin? 270. O mənzildə qaynana olsa da olar. Onsuz da danışsa olaraq görə bilməyəcək. 270. Çox böyük. Mürsəl bəy, əməlli başlı doğrudan təəccübləndirdiniz məni. Mənim kimi yəqin ki, dinləyicilər də təəccüblənib. Sonda müştərilərə nə demək istəyirsiniz o təəccüblənənlərə? Sonda müştərilərə demək istədiyim odur ki, mənzil seçən zaman qiymətlə yanaşı ən önəmlisi yerləşməyə fikir verilməlidir və keyfiyyətə fikir verilməlidir və həmin mənzilin gələcəkdə hansı dəyər qazanacağına diqqət yetirilməlidir. Çünki əgər birinci, ikinci kriteriyaları biz düzgün seçiriksə, inanın mənə ki, sizin həmin mənziliniz gələcəkdə yetərincə dəyərli olacaq və bizim layihədə bilirsiniz ki, cəmisi 60 mənzil olduğuna görə bizim hər bir mənzilimiz dəyərli bir tablo kimidir. Yəni gələcəkdə siz o mənzili dəyişmək istəsəz, təbii ki, elə mənzili alanlar mənzili dəyişmək istəməzlər. Yəni hər hansı bir fikir olsa, həmin qiyməti artıq bazar iqtisadiyyatı deyil, məhz siz dəyərləndirəcəksiniz. Yeri gəlmişkən dinləyicilər bir də onu xatırladım ki, bunun üstünlüklərindən biri bir mərtəbələr məsələsidir. 14 mərtəbədir, lakin ilk mərtəbələrdə heç kimə mənzil təklif olunmur. İlk mərtəbələr orada yaşayan insanlara xidmət göstərən. Bəli, hansı ki mən saydığım xidmətlərdir. Pilatesdən tutmuş, fitness zalıdır, uşaq baxım zalıdır. Bütün bu xidmətlər üçün nəzərdə tutulub və həmin xidmətlər yerləşdiriləcək həmin ikinci mərtəbədə. İlk mərtəbələrdə. Zəng vurmaq istəsəz,
Mən Mürsəl bəyin öz telefonunu vermirəm sizə, amma bir telefon var, ona mütləq Elə o nömrə ilə də birbaşa birbaşa sizə çıxış olacaq. Ulduz 2202. Bu nömrəyə zəng vura bilərsiniz. Ulduz 2202 nömrəsi açıqdır sizin üçün həmişə. Bu layihə ilə maraqlananlara və doğrudan da bu layihəni əldə etmək istəyən insanları mən ofisimizə dəvət edirəm. Çünki nəyə görə? Bizim bu gün burada məlumat verdiyimiz çox qısadır. Daha detallı, ən incə xırdalığına qədər əgər məlumat almaq istəyirlərsə, əlaqə saxlasınlar həmin nömrə ilə, buyursunlar bizim ofisimizə, bütün layihə ilə ən incə detallarına qədər biz tanış eləyək. Çünki layihədə doğrudan da danışılası həddindən çox xırda detallar var. Mürsəl bəy, təşəkkür edirəm gəldiyiniz üçün. Dinləyicilərimiz Level Construction şirkətinin satış direktoru Mürsəl Məmmədov Mikayıl Müşfiq küçəsində tikilən Level Tower haqqında bizə məlumat verirdi. Daha ətraflı məlumat istəsəz, yenə deyim, Ulduz 2202 nömrəsinə zəng edə bilərsiniz. Təşəkkürlər, şad olun. Sağ olun. Sağ olun. Birinci şou efirdə.